Vaxtilə əzəli Azərbaycan ərazisi olan, bugün isə Ermənistanın paytaxtı İrəvan şəhərində yüzlərlə maddi mədəni irs abidəsi məhv edilib. Əldə edilən faktlara söykənərək qeyd etməliyik ki, bu abidələrin əksəriyyəti 20-ci əsrin yarısına qədər fiziki cəhətdən məhv edilib. Bəziləri isə mənşə baxımından təhrif olunub. Fərqli kimlik altında adı dəyişdirilib. Həm də bu vandallıq şəhərsalma layihələri adı altında edilib. Məsələn, 18-ci əsr Aid Abbas Mirzə məscidi tamamilə dağıdılıb. 20-ci əsrin sonlarında isə abidələrimizin qalıqları belə qalmayıb. Bunun isə bir məqsədi var idi. Şəhərin tarixi simasını köklü şəkildə dəyişərək onu erməniləşdirmək. İndiki Ermənistan ərazisində də Azərbaycan xalqına məxsus tarixi dini irsin izləri demək olar ki, tamamilə silinib. İrəvan şəhərində yerləşmiş Şah Abbas, Sərdar, Hacı Novruzəli və digər məscidlər dağıdılıb, mənşəyi təhrif edilərək fərqli kimlik altında təqdim olunub. Təpəbaşı məscidində isə içki satıldığına dair foto və video sübutlar mövcuddur. Faktlar göstərir ki, bu siyasət təkcə ərazi işğalı ilə məhdudlaşmayıb, paralel olaraq Azərbaycan xalqının tarixi və mədəni izlərinin silinməsinə yönəlib. Bu, mədəni irsinin sistemli şəkildə məhv edilməsi, dini dəyərlərin təhqiri və tarixi yaddaşın dəyişdirilməsi kimi kompleks bir yanaşma əks etdirir. Erməni ideoloqları tərəfindən sistemli şəkildə həyata keçirilən bu dırnaqarası tədbirlərlə Göy məscid qismən qorunub saxlanılsa da, bugün Fars məscidi kimi təqdim edilir. Bu vandallıq Azərbaycanın Göyçə, Zəngəzur, Dərələyəz, Meğri kimi tarixi bölgələrindən də yan keçməyib. Bu ərazilərdə də təkcə fiziki dağıntı yox, eyni zamanda sistemli şəkildə kimliyin dəyişdirilməsi faktları var. Ermənilərin Azərbaycan tarixinə və mədəni irsinə qarşı dağıdıcı fəaliyyətləri ötən əsrin 90-cı illərində Qarabağ və ətraf rayonların işğalından sonra da geniş və sistemli şəkil alıb. İşğal dövründə Azərbaycan ərazilərində 700-dən artıq tarixi və mədəni abidə, o cümlədən 60-dan çox məscid dağıdılıb və ya ciddi zədələnib. Məscidlərimizin böyük əksəriyyəti ya tamamilə məhv edilib, ya da təhqiramiz şəkildə başqa formada istifadə olunub və bu dini abidələrimizin donuz və inək saxlanılan yerlərə çevrilməsi faktları qeyd olunub ki, bu da yalnız bir dağıntı deyil, həm də dini və mənəvi dəyərlərə qarşı açıq hörməsizlik nümunəsidir. Eyni zamanda həmin dövrdə məzarlıqlarımızın sistemli şəkildə dağıdılması halları da geniş miqyas almışdı. Azərbaycan məzarlıqları tamamilə məhv edilmiş, qəbirlər qazılmış, baş daşları sındırılmış və uğurlanmışdı. Bu faktlar təkcə mədəni irsin yox, həm də tarixi kimliyin hədəf alındığını göstərirdi. Bu cür vandalizm aktları müharibə qaydalarına və beynəlxalq humanitar hüquqa zidd olmaqla yanaşı insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir. İşğal dövründə bu ərazilərdə yüzlərlə tarixi dini abidənin məhv edilməsi, talan olunması və mənimsənilməsi ilə bağlı çoxsaylı faktlar hətta beynəlxalq hesabatlarda belə öz əksini tapıb. Uzun illər Azərbaycanın tarixi abidələrini, Azərbaycanın dini abidələrini, Azərbaycanın mədəni abidələrini məhv etməklə məşğul olan bu erməni vandalları Azərbaycanın Şuşa şəhərində, Azərbaycanın uzun illər işğal altında olmuş torpaqlarında, işğaldan azad olmuş, indi biz bunu kifayət qədər böyük sübutlar var torpaqlarında və eyni zamanda Qərbi Azərbaycanda və indiki Ermənistan və hansı ki tarixi Azərbaycan torpaqlarında hər zaman dini abidələrin məhv olunması, Azərbaycanın tarixi abidələrin məhv olunması və Azərbaycanın həm də mədəni abidələrin yerlə yeksan olunması siyasətini yürüdüblər və bugün də bunlar bu düşüncədədirlər və onlar təbii ki bir çox dönəmlərdə öz xislətlərinə uyğun olaraq ictimai mühiti çaşdırmağa, dünya ictimaiyyətinə fərqli fikir səsləndirməyə cəhd göstərirlər. Və biz baxsaq təkcə Şuşada Vaqifin məqbərəsinin nə vəziyyətə qoyulması, yaxud da deyək ki, Xan kəndində, digər ərazilərimizdə Azərbaycanın tarixi abidələrinin yerlə yeksan olunması və eyni zamanda təhqir olunmasını dəfələrlə biz şahid eləmişik. Faktlara görə işğal dövründə Ağdam Cümə məscidi, Şuşa Yuxarı Gövhərağa məscidi və Zəngilan məscidi də daxil olmaqla 60-dan çox məscid ya ağır şəkildə zədələnib, ya da tamamilə dağıdılıb. Ağdamdakı Cümə məscidinin uzun müddət baxımsız qalması və mal-heyvan tövləsi kimi istifadə edilməsi, donuz saxlanılması faktları beynəlxalq mediada belə geniş rezonans doğurub. Onlarla belə abidələrin məhv olunmasına biz şahid deyirik. Məsələn, Ağdam məscidinin nə günə qoyulmuşdu? Ağdam məscidi Ağdamın böyük bir tarixi abidədir, həm də dini abidədir və Azərbaycanın ən füsunkar dini abidələrindən biri idi. Nə günə qoyulmuşdu Ağdam məscidi? Bu, erməni siyasətinin, erməni vandalizminin, erməni xislətinin ən böyük təkrar vurğulanan nümunəsidir. Bu günləri Qərbi Azərbaycanda bizim tarixi torpaqlarımızda, indiki Ermənistan adlandırılan o torpaqlarda barmaqla sayılacaq yoxdur artıq. Demək olar ki, bizim məscidlərimiz yerlə yeksan olunubdur. Bu, hansı ki, yüzlərlə məscidlərimiz olubdur, yüzlərlə bizim dini tarixi abidələrimiz olubdur ki, bax, onları ermənilər nə günə qoyublarsa, bax, bu günləri dünya ictimaiyyəti bunu bilməlidir.
Eyni zamanda münaqişə dövrünə aid müxtəlif hesabatlarda işğal altında qalan ərazilərdə bəzi məscidlərin təyinatının dəyişdirilərək heyvandarlıq məqsədləri üçün istifadə edilməsi faktları da qeyd olunur ki, bu da mədəni və dini irsə münasibətdə ciddi vandalizm nümunəsi kimi qiymətləndirilir. İşğal dövründə də ermənilər yenə də çirkin əməllərinə davam edərək Qarabağ və ətraf rayonlardakı Alban irsinə aid xristian məbədlərini mənimsəyərək saxtalaşdırmağa cəhd ediblər. Ağoğlan, Amaraz, Xudavəng monastır kompleksləri, Qansazar və Xatirəvank monastırları kimi abidələrin üzərində aparılan müdaxilələr onların ilkin Alban mənşəyinin silinməsinə yönəlib. Alban dövrünə aid yazıların silinməsi, üzərinin örtülməsi, yerinə erməni dilində yeni kitabələrin əlavə edilməsi, fasad və interyerin dəyişdirilməsi, xaç simvollarının yenidən işlənməsi kimi addımlarla müşahidə olunan saxtalaşdırma faktları sonradan ifşa edilib. Bu siyahını daha da genişləndirmək olar. Ümumilikdə bu faktlar Ermənistan ərazisində Azərbaycan irsinin tədricən aradan qaldırılması, izlərinin zəiflədilməsi və alternativ kimlik altında təqdim olunması kimi kompleks bir prosesin mövcudluğunu sübut edir. Turab Hacızadə, xanım Rüstəmzadə, Elşən Məhərrəmov, NTV Xəbər.